Sən bilirsən ki, sənin ətrafındakı bütün dostların yalancı dostlardır. Heç biri yanında yoxdur. Sən nə danışırsan? Mənim dostlarım lüboy vaxtı mənim köməyimə çatar. Hə? Onda zəng elə birinə denən ki, təcil köməyə ehtiyacım var. Zəng eləyimdə problem nədir ki? Baxın da. Alo. Ay can brat. Brat xəstəxanadayım, təcili gələ bilərsən? Ayda qardaşım, rayondayam mən. Hə, yaxşı, yaxşı. Bu rayonda da neynəsin yoxsa gələr. Gözlə bir dənə biri var, onu yığım gözlə. Alo. Hə brat. Qardaşım, maşını vurmuşam. Təcili mənə pul lazımdır. Köməklik eləyə bilərsən? Hə brat, kreditləri vermişəm. Dünən desəydin köməklik eləyərdim. Yaxşı, yaxşı, yaxşı. Yoxu da neynəsin? Cəmaət kredit verib də. Necə biri var. Buna zəng eləyim, indi baxsın, gözlə. Gözlə, gözlə. Nəysə, götürmədi. Gördün, heç bir dostun işə yaramadı. Mən sənə demişdim də ətrafındakı dostların saxtadır. Deyə zəng eləyir. Görürsən, mən sənə dedim ki, mənim bu dostum məni heç vaxtlarda qoymaz. Başqa nömrəyinə zəng eləyir mənə. Hə, brat. Salam, sizi bankdan kredit gecikməsinə görə narahat edirəm. Elmir bəy, borcunuzu niyə ödəmirsiniz? Artıq 6-cı aydır. Götürəndə yaxşı idi amma. O mənim telefonumun krediti Siz idi. gətir pulumu qaytar. Mən təzəlicə 17 almaq istəyirəm, sənə demək istəyirəm. Hələ onu ödəyib qurtarmamısan. Ödəyəcəm də nə olub, səbrin olsun da.